Mən Səidə Bəkir qızı 1980-ci ildə sentyabr ayının 14-də doğulmuşam, Sumqayıt şəhərində doğulmuşam. Biz əslən İrəvanlıyıq, Qərbi Azərbaycandanıq və Qafan rayonunun Şabadin kəndindənik. Atam orta məktəb bitirəndən sonra Ukraynada hərbi xidmətini çəkib, ondan sonra da gəlib Azərbaycanda polis əməkdaşı olmaq üzrə təhsil alıb. Onun ardından da elə 66-cı ildə Sumqayıt şəhərində artıq fəaliyyətə başlayıb. Yəni biz qaçqınlıq dönəmində gəlməmişik. Atam orta məktəb bitirəndən sonra gəlib Sumqayıta. Çox təəssüf ki, mən İrəvanı görməmişəm, Qafanı görməmişəm. Ən böyük arzumdur ki, Qafanı görüm, atamın doğulduğu Şabadin kəndini görüm. Mən elə bilirəm ki, mən oranı görsəm atamı görmüş kimi olacam həm də. Beləcə Sumqayıtda doğulmuşam və orada boya başa çatmışam. Bugün də 45 yaşım var və yenə də Sumqayıtda yaşayıram. Qərbi Azərbaycan anlayışı mənim atamın doğulduğu, mənim atamın iməklədiyi, mənim atamın qaçdığı, yeri gəlmişkən bugün mart ayının 25 eləyirik biz çəkilişi. Bugün mənim atamın dünyaya gəldiyi gündür. Çox təəssüf ki, o bizdən deyil. 1943-cü ilin 25 mart tarixi Qərbi Azərbaycanda Bəkir adlı birisinin dünyaya gəlməsidir mənim üçün. İndirim, atama nəfəs verən torpaq deyərəm mən ora, atama ruh verən torpaq deyərəm, atama can verən torpaq deyərəm və mənim atamın böyüdüyü və mənim atam olmasına imza atan yer deyərəm ora, Qərbi Azərbaycana. Çünki yenə də deyirəm, mənim atam orada doğulub, orada böyüyüb. Yəni ata qədər doğmada, qısaca desəm, Qərbi Azərbaycan mənə ata qədər doğmadır.